Maşın sürərkən yollarda diqqətli olun. Yol polisi yenə özünü şəlpəliyə qoyub. Vətəndaşlar üçün yeni tələ qurublar. Necə? Əsasən rayon yollarında. Deməli siz 90-lıq yolda 70-80 ilə gedirsiniz. Aydındır, 90-lıq yolda 70-80 ilə gedirsiniz. Və bir də evə çatanda görürsünüz ki, sizə radar gəlib. Və yazılır ki, güya siz 50-60-lıq yolda 70-80 ilə getmişdiniz. Aydındır, yol polis maşınları kolluqda gizlənib sizi çəkir. Gizlincə, qeyri-qanuni. Yəni siz qaydanı pozmursunuz. 90-lıq yolda 70-80 ilə gedirsiniz, amma sizə cərimə gəlir. Radar gəlir ki, güya siz 50-60-lıq yolda 70-80 ilə getmişdiniz və tatak cəriməni şəpləyirlər. Aydındır, bu təzə növ bir tələdir. Sizi o radar çəkmir. Çəkənlər yol polis maşınlarıdır. Kolluqda gizləniblər. Hansı ki, o arvadlarını güdür ha kolluqda. Bax onlar sizi çəkib və tappatarab cərimələri yedizdirirlər. Niyə cərimələri yedizdirirlər? Çünki başda oturan şakaya pul lazımdır. Pul.